Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə imtahan və yaxud da hər hansı bir dərs izahım olmayacaq. Fikirləşdim ki, əksər şagirdlər artıq imtahana sayılı həftələr qalıb deyə çox həyəcanlıdırlar, çox motivasiyadan düşüblər. O səbəbdən düşündüm ki, gəlin bu haqqda biraz danışaq sizinlə və şad xəbər də odur ki, bundan sonra bu həftə ərzində çox aktiv olmağa çalışacağam YouTube kanalımda və yaxud da digər sosial şəbəkələrdəki maksimum şəkildə şagirdlərə biz faydalı olaq. Plus complete the sentence olsun, onun test izahı olsun, attributive clause olsun, onlarla bağlı videolar çəkmişəm. Sadəcə editləməyə vaxtım olmur deyə paylaşa bilmirəm. Onların da inşallah paylaşımı yaxın həftələr ərzində olacaqdır. Deməli uşaqlar, ümumiyyətlə fikir verirəm ki, bu ən çox oxuyan şagirdlərə, yəni yüksək bazalı şagirdlərə aiddir. İmtahan yaxınlaşdıqca maksimum nəticəni toplamamaqla bağlı qorxu hissi yaranır içərimizdə. Səbəb nədir? Niyə özümüzə güvənmirik? Yəni belə olmaq sizə sadəcə, belə deyim, motivasiyanızı aşağı salmaqdan başqa heç nə vermir. Heç bir müsbət cəhəti də olmur bu arada, onu sizə deyim. Həmçinin də başa düşürəm, gördüyünüz kimi inanın, heç özüm də danışıram, amma yorğunam da, yəni yorğunluqla da olsa biz bu işə davam edirik, daha da maksimumumuzu ortaya qoymağa çalışırıq. Yəni təkcə siz yox, müəllimlər də bəlkə sizdən də çox yorulub bu sahədə. Belə də istəyirik ki, sizlər üçün bir şey eləməyə çalışaq, düzdür? Belə deyim sizə, son aylarda bu formada həvəssiz şəkildə, yuxulu şəkildə gəlməyinizin heç nəyə xeyri yoxdur. Özünüzə biraz da pislik etmiş olursunuz. Ya bunu düzəltmək üçün bəlkə bircə gün ya da yarım gün fasilə eləyin. Yəni öz istədiyiniz bir şeylə belə deyim də məşğul olun. Bakıdasınızsa gedin, nə bilim, karting sürün, bir aktivitetlərlə məşğul olun. Hər hansı bir rayondasınızsa gedin, təmiz havada vaxt çox keçirdin. Ürəyiniz nəyi istəyirsə, onu etməyə çalışın o yarım gün ərzində. Amma o sözü də özünüzə verin ki, mütləq şəkildə daha disiplinli və düzənli formada davam edəcəksiniz öz dərsləriniz. Başa düşürəm, blokda sizi bir tərəfdən incidir, blok müəllimləri də əlavə dərslər salır, həmçinin buraxılışda salır. Bunları çatdırmaq sizi stresə salır. Yəni tutaq ki, çatdırmadınız da, çatdırmadınız. Dünyanın axırı deyil ki, yəni belə düşünün. Çatdırmadan sənə müəllim nə deyəcək? Uzaq başı valideyni şikayət edəcək. Səni heç qrupdan çıxartmayacaq da. Çünki sən oxuyan şagirdsənsə, öz adımdan danışıram. Düzdür, bu dəfə sizin tərəfdən danışıram. Amma mən niyə oxuyan və çalışqan şagirdi çıxardım ki, yəni? Yəni bu cəhətdən fikirləşin ki, biz sadəcə sizə nəyə görə çıxışdırırıq? İstəmirik ki, rahatlaşasınız. Bunu sürət qruplarının başlayanda da demişəm həmişə. Son hansı ki, biz sürət qrupunu nəyə görə sentyabr ayından eləmirik? Bu arada sürət qrupunda da onu da deyim, reklamlar. Zamanlar bölməsini artıq bitirmişik. Bugün niyyətimdə var ki, Passive Voice bölməsində şagirdlərə keçim. Əgər kimin bu sahədə, yəni boşluqları varsa, buyurub qoşula bilərlər. Ətraflı məlumat üçün əlaqə nömrəmə, həmçinin də Elir Akademinin menecerinə də yaza bilərsiniz. Onlar da sizə bu haqda ətraflı məlumat verəcəklər. Nə deyirdim? Biz sürət qrupunu nəyə görə sentyabrda başlamırıq? Çünki imtahana az qalmış müddətdə həm təkrara başlayırsan, həm də imtahana az qaldığına görə daha disiplinli olursan, daha məqsədli olursan, daha həvəslənməlisən bir növ. Biz ona görə salırıq ki, həm yaxın zamanlarda, hətta deyərdim imtahana qədər bizim dərslərimiz davam edir, son gününə qədər ki, keçirik ki, bu şagirdlərdə rahatlıq yaratmasın. Həmçinin növbəti nüansımız da odur ki, əgər biz tutaq ki də bu vaxta kimi rahat hər şey gəldi, ingilis dilindən tutaq ki, 95+100 yığırıq da, digər fənlərdən də ola bilər. Amma ki, görsəz ki, indidən dayandırsaz, yəni rahatsız ki, imtahanda yazacağım da, mümkün deyil ki, sən o balı mart ayında yığasan. Yəni, son aylarda, həmçinin belə də ola bilər bu arada. Tutaq ki, 85 bal falan gəlirsiniz, amma ümidiniz yoxdur da 2 ay ərzində mən neyə bilərəm ki, tutaq ki, 100 bal ola da, yəni təxmini 2 aylıq bir məsafədir də, hətta 2 aydan da az vaxt qalıb. Təxmini 7 həftə, 8 həftə bu qədər müddətimiz qalıb. Onda nə edə bilərsiniz uşaqlar? 85 balı sən təbii ki də bu həftələr ərzində daimi sınaqlar işləməklə, disiplinli şəkildə, düzgün rejimlə davam eləsən, təbii ki də yazacaqsan. Və sizdən xüsusilə çox kəlləmayallaq danışıram, çox qarışıq danışıram, çox danışıq, dilim necə çaşırıyor. Çox qarışıq danışıram uşaqlar. İnanın özümün belə yuxusu normal deyil. Ona görə fikrim yayınır. Nədən danışıram, nədən qalır, onu çatdıra bilmirəm. Yəni fikrim sizə çatdıra bilmirəm, amma onu demək istəyirəm ki, siz əgər imtahanda yüksək bal yığmağı məqsəd qoymusunuzsa, təkcə o məqsəd qoymaqla, çalışmaqla olmur. Bir disiplinli olmaqla və səhvlərinizə nəticə çıxartmaqla olacaq. İkidə rejiminizə fikir verməklə olacaq. Özümdən götürürəm. Bax, bu həftə ərzində heç yuxuma fikir verməmişəm. Bəlkə özümdən də yorğunluğumu görə bilərsiniz.
Sözlərim çaşır da danışanda. Yəni siz məndə budur, müəllim olduğum üçün nitqimdə problemlər yarana bilər yorğunluqla əlaqədar. Sizdə bu necə üzə vuracaq? Diqqətsizlik səhvləri ilə, tələskənlik səhvlərinizlə. Ona görə mütləq şəkildə dincəlməyinizə, rejimimizə fikir verin. Yəni yüklənə bilərsiniz ki, normaldır. Bütün uşaqlara bu qədər dərslər verilir, testlər verilir. Yəni mən maksimum bacardığım qədər çox şagirdləri yüklənməyi, testlərdən xoşlamıram. Əslində olan indi şagirdlərim yazacaq. Amma ki, yəni də əsas sözlərdən onları sıxıram ki, söz bazası bizim üçün çox önəmlidir. Yəni siz son zamanlarda ingilis dilində nələr edə bilərsiniz? Artıq əksər qruplarda məncə təbii ki də proqram sonlanmalıdır. Ancaq sınaqlar işləyə bilərik. Sınaqlarla bərabər çoxlu sözlərin təkrarı olmalıdır və bu müddətdə dinləmə və mətn tapşırıqlarını daha çox artırmalıyıq. Ümumi sınaqlar öz yerində, ondan əlavə də biz dinləmə və mətn tapşırıqlarını işləməliyik. Yəni bunu özünüzə bir məqsəd kimi qoyun. Qəti şəkildə özünüzü, olur da misal üçün tapşırıq yazırsan, özümdən bilirəm də. Yazırsan, birdən xəyala dalırsan. Nə bilim, nəsə fikirləşirsən, gələcəkdəki hədəfini, məqsədini. Bir də gördün yarım saat getdi. Elə olmayın yəni. Və yaxud da fikirləşə bilərsən ki, dərd kimi götürməyin ki, gözünüzün qabağında. Ay Allah, o qədər dərs var, bu qədər 100 dənə test buradan, 300 dənə söz buradan, dinləmə eləməliyəm, mətn eləməliyəm, mən bunu nətər çatdıracağam. Elə onu dedinizsə batdınız uşaqlar. Yəni bu formada düşünməklə düzgün şəkildə irəliləmək mümkün olmayacaq. Mən müəllim olaraq öz üzərimə düşəni eləyirəm ki, sizdə olan bütün boşluqları bəli dolduraq. Nə lazımdır, əlimizdən gələn dəstəyi eləməyə də hazırıq müəllim olaraq. Amma sizin özünüzün də özünüzə köməyi, dəstəyi, disiplini olmalıdır. Yəni axırda o imtahanda, o ağ kağızda cavabı kodlaşdıran sizsiniz. Ona görə də dediyim nüanslara mütləq şəkildə fikir verirsiniz. İnşallah ki, bu dediyim məsələlərin vaxt yorğunam deyə sözüm tutmur. Beynim yanır. Editləyəcəm indi, gözlə görüm nə deyirdim. İnşallah ki, sayılı həftələrimiz qalıb şagirdlər, mütləq şəkildə siz də dediyim nüanslara fikir verin, sözləri daha çox öyrənin. Amma dediyim kimi, əgər bu qədər yorğunuqsa, ən azından yarım gün bir özünüzə fasilə götürün ki, ehtiyac olsa bunu təkrarlaya bilərsiniz, amma yəni özünüzü mütləq şəkildə ələ almağınız lazımdır. Və yaxud da şagirdlərdə rahatlama görə bilirəm, misal üçün. Eləsi var, həyəcanlanır, onu başa düşdüm. Rahatlama görə bilirəm ki, şagird nə edir? Deyir ki, müəllimə yazacağam da, müəllimə bilirəm də. Ən çox qorxduğum o 100 bala namizəd şagirdlərin rahatlaşmasıdır. Qəti şəkildə elə olmursunuz. Elə imtahanda diqqətsizlik səhv eləyərsiniz ki, yəni ömür boyu özünüzə bağışlamarsınız. İnşallah ki, dediklərimi əməl eləsəz, özünüzdə həqiqətən irəliləyişi görəcəksiniz. Yəni bu yollardan biz də keçmişik. Əlavə olaraq da həmişə onu şagirdlərə deyirəm. Son aylarda, xüsusilə də şagirdlər özünlə bərabər öz yoldaşlarından da suallar soruşurlar, izah etməyini istəyirlər. Həmçinin də belə deyim də onun da vaxtını almış olurlar. Özünüzü belə deyim, hər şeyin mərkəzinə qoyun. Əgər vaxtınız varsa, dostlarınıza dəstək olun, kömək eləyin və yaxud da hansı bir dərs izah eləyin. Bu gözəl bir şeydir. Yəni izah etməyiniz, dəstək olmanız. Amma sizin vaxtınızdan alacaqsa, sizi geriyə atacaqsa, bunu mütləq şəkildə özünüzə hədəf olaraq da qoyun ki, məqsəd olaraq da qoyun ki, əsas mənim məqsədimdir. O şagird də istəsə, vaxtında çalışıb o səviyyəyə gələ bilərdi. Yəni boş-boşuna sizin vaxtınızı almasına izin verməyin ki, mən bunu öz müzakirə qrupumda şagirdlərə də demişəm. Əsas öz dərsinizdir, sonra digərləri. Əsas özünüzsünüz. Həmçinin ingilis dilindən də nəyə danışacağam sizə? Esse yazmağı çox sürətləndirməyiniz lazımdır. Esse yazmağında belə deyim də sayını artırmaq lazımdır. Misal üçün eləsi var ki, həftəyə bir dənə esse yazırsa, sən artıq bunu hər gün eləməlisən. Hər gün bir dənə yazırsansa, artıq onu 2 dəfə eləməlisən. Çünki istər-istəməz essedə bizim xırda səhvlərimiz olur. Yaxşı, yəni buna xüsusi diqqət edirik. Esseyi yazmağı artırırıq, dinləmə çox işləyirik, sözləri mütləq şəkildə təkrarlayırıq, sinonimlər olsun, antonimlər olsun, definition, dimin ümumiyyətlə leksik testlərinin hər birini işləməkdən əzbərləyirsiniz, həmçinin də dinləmələrini şagirdlər. Boşluqlar olacaq ki, misal üçün, elə şagird də var ki, deyir ki, tutaq ki, bu imtahana düşməz, bu hissə düşməz, amma gəlir o düşür. Yəni Murphy's Law-dur da, yəni gəlib sənin qabağına düşəcək. Boşluqlarınızı heç vaxt boş verməyin. O boşluğun üzərinə düşün ya da hər hansı bir çətin bir mövzudur, ondan həmişə qaçırsınız ki, eləyərəm də çətindir, sonra eləyərəm, artıq imtahanı bir də gördünüz, imtahanı verdiniz, qutardı, getdi və həmin boşluqda olan hissə gəlir sənin qabağına imtahanda çıxır. Buna da xüsusi diqqət edirsiniz, bu da məndən sizə bonus olsun. İnşallah hər şey yaxşı olacaq, bacardığım qədər yenə də bu tipdə videolar çəkib sizi həvəsləndirməyə çalışacağam. Allahın izni ilə əgər çalışırıqsa, canımızı qoyuruqsa ortaya,
çalışqanlığınızın bəhrəsini həqiqətən də görəcəksiniz. Buna inanın. Mən görmüşəmsə siz də görəcəksiniz. Hər birinizə uğurlar arzulayıram. Dediyim kimi videolarıma baxmağı, izahlarıma nə sualınız varsa komment bölməsində bildirməyi, həmçinin də kanalıma abunə olmağı unutmayın. Hər birinizə uğurlar.